Salam dəyərli izləyicilər. Sizlərə bu videoda mən Gem Akademinin tarix üzrə təlimçi müəllimi Murad Abdullayev Azərbaycan tarixinin Sasani ağalığı dövrü mərhələsini yaxud da Azərbaycan ərazilərinin Sasani imperiyasının tərkibində olduğu dövrü izah edəcəm. Və onu da qeyd edeyim ki, bizimlə miq və sertifikasiya istiqamətində hazırlaşmaq istəyən müəllimlər 050 837 0305 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Biz indiyə kimi qeyd etmişdik ki, Azərbaycan Midiya və Əhəməni imperiyalarının tərkibində olub. Daha sonra isə Azərbaycan ərazisini işğal etmək üçün bir müddət Selevkilər, bir müddət isə Parfiya mübarizə aparmışdı. Amma Parfiya dövləti eradan əvvəl 2-ci əsrdən etibarən zəifləməyə başlayanda ondan asılı olan ərazilərdə, məsələn, Atropatenanın əraziləri və yaxud Albaniya əraziləri, yaxud da başqa ərazilərdə öz sülaləsindən olan, yəni Arşaki sülaləsindən olan şəxsləri hakimiyyətə gətirməyə çalışırdı ki, qoy burada öz adamları olsun və imperiyadan asıllıq meylləri güclənsin, yaxud da xilas olmaq meylləri azalmış olsun. Və bunun da nəticəsində Albaniyada eramızın 1-ci əsrindən etibarən Alban Arşaki sülaləsi hakimiyyətə gəldi. Biz bildik ki, eramızın 1-ci əsrinə qədər hakimiyyətdə kim idi? Yerli sülalələr və yaxud da buna bəzən Arrani sülalələr də deyilir. Bunlardan da 2 dənə hökmdarın adını bildik. Biri oldu hökmdar Padşah Oroç, digəri isə Zober. Və növbəti sülalə isə Albaniyanın Arşakilər sülaləsi olacaqdır. Lakin bu tədbirlər nəticə vermir. Artıq eramızın 3-cü əsrində 224-cü ildə Ərdəşir Babəkan adlı bir şəxs Parfiya imperiyasını süquta uğradaraq 226-cı ildə isə Sasani imperiyasının əsasını qoyur. Və o özünə şah elan edir. Daha doğrusu şahənşah, yəni şahlar şahı elan edir. Və 227-ci ildə artıq Atropatena Sasanilərin ərazisinə birləşdirilir. Lakin Albaniyanın Sasanilərin tərkibinə düşməsi bir qədər gecikir və 260-cı ildə Sasani hökmdarı 1-ci Şapur Roma ordusunu məğlub etdikdən sonra qonşu ölkələrə xəbər göndərir ki, mən Romanı məğlub etmişəm, burada yeni ağa mənəm və mənə tabe olmalısınız. Lakin bu təklifə həmin dövrdə Albaniyanı idarə edən Alban Arşaki sülaləsindən olan 1-ci Vaçe müsbət reaksiya bildirmir və bunu qəbul etmir. Lakin 262-ci ilə aid olan Nəqşi Rüstəm abidəsində biz görürük ki, artıq Sasanilərə tabe olan dövlətlər içərisində 27 dənə dövlətin adı çəkilirdi ki, bunlardan biri Atropatena və Albaniya, eləcə də Albaniyanın vilayəti olan Balasakan vilayəti aid idi. Deməli, biz bildik ki, artıq 262-ci ildə Albaniya Sasanilərdən asılı idi. Lakin hələ onun deyək də torpağı sayılmırdı. Yəni, daxili müstəqilliyin itirməsi ilə bağlı bir məlumat verilmirdi. İndi nə vaxt birləşdirib, 261-dən mi birləşib, 62-dən birləşib bilmirik. Amma onu bilir ki, ən gecə 262-də artıq birləşmişdi ki, bunun adını tabe olan ölkələrin siyasətində verirdi. Və Azərbaycan ərazilərinin Sasanilərin tabeçiliyinə keçməsi ilə birlikdə artıq ilk dəfə olaraq həm şimallı, həm də cənublu vahid bir dövlətdə bu torpaqlar birləşmiş oldu. Əlbəttə, bunun müsbət tərəfləri də var idi ki, deməli, iqtisadi əlaqələri gücləndirəcəkdi, mədəni əlaqələri gücləndirəcəkdi, Azərbaycan xalqının formalaşmasına müsbət təsir edəcəkdi. Amma iqtisadi həyatda ən böyük dəyişiklik isə feodal münasibətlərin yaranması ilə baş verəcəkdi. Nə idi bu feodal münasibətlər? Məsələn, dövlət əvvəllər bütün torpaqların sahibi sayılırdısa, zamanla bu torpaqları nə etməyə başlayırdı? Müxtəlif sərkərdələrə, müxtəlif əyanlara paylamağa başlayırdı. Nəyə görə? Çünki, məsələn, deyirik, biz Midiya Əhəmənilərdə demişdik ki, demək, əyanlar nə ilə varlanırdılar, nədən keçinirdilər, dolanırdılar? Hücumlar edilirdi və qənimətlər qazanılırdı. Beləliklə, həmin qənimətlərdən pay alırdılar və varlanırdılar. Artıq dövlət bir həddə gəlib çatandan sonra yürüşlərə davam elətdirə bilməyəndə həmin əyanlar dövlətdən kənarlaşmağa yaxud da hökmdara qarşı çıxmağa başlayırdılar. Belə olan halda bunların yenə də sadiqliyini saxlamaqdan ötəri, demək, dövlət belə bir qərara gəlirdi ki, hər bir əyana xidmətinin qarşılığında müəyyən qədər ərazi versin və bunu onun, belə deyək, vergi toplamaqdır, nə bilim, idarə eləməkdir, belə kimi səlahiyyətlər olsun və onun mülkünə çevrilsin. Əslində, iş veriləndə mülk kimi verilmirdi. Zamanla artıq bunların əlində cəmləşdi və mülkə çevrilməyə başladı. Bu mülk də, demək, belə deyək, nədir? Feoddur.
Mülk olur feod. Mülkədar isə olacaq feodal. Deməli, bununla da feodal münasibətlər artıq tamamilə Azərbaycan ərazisində yarandı. Nə vaxtdan etibarən? 3-cü əsrdən etibarən. Amma 6-cı əsrdə o qədər inkişaf elədi ki, demək olar ki, kənd icmalarının, kənd torpaqlarının hamısı feodalların əlinə keçmişdi. Və 8-ci əsrdə isə artıq, daha doğrusu 6-7-ci əsrlərdə, yəni 8-ə qədər isə artıq tamamilə bu feodal münasibətlər möhkəmlənmişdi, özünə dərin kök salmışdı. Feodal münasibətlərin, yəni daha doğrusu Azərbaycandakı feodal münasibətlərin Avropadan yaxud da Qərbdən fərqləri vardı. 3 əsas fərq idi. Bunlar nə idi? Birinci fərq o idi ki, Azərbaycanda şəxsən asıllıq yox idi. Bu Qazan xanın deməli qəbul etdiyi qərarla bir buna istisna var. O da qısa bir müddət ərzində. Deməli, bu da ümumi necə deyək, istisnalar qaydanı pozmadığına görə biz deyə bilmərik ki, 5 il, 10 il deməli şəxsən asıllıq olub deyə Azərbaycanda şəxsən asıllıq deməli quruluşu mövcud olmuşdur. Avropada isə şəxsən asılı idilər. Yəni nə deməkdir bu? Məsələn, feodal bir kəndin ağasıdır, feodalıdırsa, mülkədarıdırsa, həmin kəndin əhalisi də onun mülkündən sayılır. Da o öz istədiyi kimi mən burada keçinə bilmirəm, gedim başqa bir kənddə görüm nə işləyə bilirəm, deyə bilməzdi Avropada. Amma Azərbaycanda deyə bilərdi. İkinci fərq isə o idi ki, demək feodalların özünün mülkiyyəti yox idi. Azərbaycanda daha doğrusu fərdi təsərrüfatları yox idi. Mülkiyyətləri vardı əlbəttə ki, fərdi təsərrüfat yoxdur. Yəni məsələn Azərbaycanda feodal 5 dənə kəndi varsa, bu 5 kəndin yetişdirdiklərindən, nə bilim, əldə elədiyi məhsuldan 5də 1, 3də 1, nə bilim, 5də 2 miqdarda vergi alır və bununla kifayətlənir. Amma Avropada bu aldığı vergi ilə yanaşı feodalın özünün bir 15 hektar, 20 hektar, nə bilim, 100 hektar bir torpağı da olurdu ki, oradan əldə edilən məhsul tamamilə feodalın özünə qalırdı. Amma Azərbaycanda bu yox idi. Demək, ikinci fərq nə oldu? Bir oldu, deməli, şəxsən asıllıq yoxdur. İkincisi oldu, fərdi təsərrüfat yoxdur Azərbaycanda, Avropadan fərqli olaraq. Üçüncüsü isə o idi ki, əsas fərq Azərbaycanda tez yarandı, amma gec süqut elədi. Azərbaycan ərazisində yaranmışdı feodalizm dövrü 3-cü əsrdən etibarən və süqut elədi 19-cu əsrin ikinci yarısında. Yəni 3-19-cu əsrin ikinci yarısı Azərbaycanda feodalizm dövrü gedirsə, Avropada bu 5 və 17-ci əsrlərin ortalarına qədər olan dövrü əhatə edəcək. Yəni 5 və 17-ci əsrləri əhatə eləmiş olacaq. Ümumən isə bunu da deyək, orta əsrlər dövrünü 3 əsas mərhələyə böldük. Erkən orta əsrlər, klassik orta əsrlər və son orta əsrlər dövrü. Deməli, bir dənə klassiki yadda saxlamaq olar ki, 11-15, demək, 11-15-ci əsrlər klassik feodalizm dövrüdür. Bundan əvvəlki erkəndir, bundan sonra olan dövrdə deməli sondur. Yəni 3-dən bu 11-in arasındakı qalan aralıq erkən, 15-dən də 19-un ikinci yarısına qədər olan aralıqsa son feodalizm dövrü adlanır. Və deməli bu dedik ki, mülklər vardı burada, torpaqlar feodalların əlində idi. Sual oluna bilər ki, hansı torpaqlar və yaxud da hansı mülklər idi? Burada əsas 2 torpaq mülkiyyət forması var idi. Bunlar nə idilər? Birincisi o idi ki, dastakert adlanan və feodalın və yaxud mülkədarın şəxsin özünün torpağı idi, nəsli torpağı idi. Yəni dədə-baba torpaqları bunlar idi. Bir 100 ildir ki, bunların əllərindədir bu torpaq. Bu olur dastakert və dastakert adlanan bu torpaq mülkiyyət forması bundan sonraki demək olar bütün dövrlərdə mülk adlanacaq. Başqa əlavə adla da demək buna müraciət eləmək olarsa da sonraki dövrlərdə. Amma eyni zamanda da mülk adını vermək olar. Yəni demək olar ki, bundan sonraki bütün dövrlərdə bu torpaq mülkiyyəti, nəsli torpaq, öz torpağı olacaq mülk. Bir dənə Sasanilər dövründə dastakert. Sonra gəlirdik xostak var idi. Bu da şərti torpaq mülkiyyəti idi. Yəni dövlət xidmət eləməyin qarşılığında müəyyən bir ərazini xostak olaraq verirdi hər hansısa bir sərkərdəyə və yaxud bir əyana. Bu xostaqın yaranması deməli 1-ci Xosrovun dövrü ilə götürmək olar və 1-ci Xosrov ki, bu yararsız və yaxud da ki, istifadə edilməyən, yəni boş torpaqları öz adına keçirdib, daha sonra isə əyanlara paylamışdı və eyni zamanda bəzi kahinlərə də paylamışdı. Beləliklə də şərti torpaq mülkiyyəti yaranmışdı. Bu dövrdə əhali, xüsusən də Atropatena əhalisi
və Sasanilərdə həm də Atropatena üçün bu keçərlidir. Deməli 4 təbəqəyə bölünürdü. Bunların ilk 3 təbəqəsi vergidən azad təbəqə idi. 4-cü təbəqə isə vergi verənlər idi. Deməli, birinci təbəqə, yəni vergidən azad olan təbəqələrə aid idi kahinlər, ikinci təbəqə döyüşçülər, üçüncü təbəqə isə məmurlar. Bunlar vergidən azaddır. Vergi verənlərə, yəni 4-cü təbəqəyə isə daxil idi kəndlilər, sənətkarlar və tacirlər. Yəni bir növ desək, vəzifəsi olmayanlar aşağı təbəqə. Və bunlar hansı vergiləri verirdilər? 2 ədəd vergi vardı bu dövrdə. Biri xaraq idi, biri isə gezit. Gezit can vergisi idi və ildə bir dəfə alınırdı və bunun da demək Xosrov Ənushirvan dövründə islahatla uşaq, qadın və qocalardan bu alınmamağa başladı. Deməli, həmçində kahin və məmurlar da onsuz da bu vergidən azad idilər. Və deməli, biz belə bir ifadə işlədə bilərik ki, birinci Xosrov Ənushirvan dövründə uşaqlar, qadınlar, qocalar can vergisindən və yaxud da gezit vergisindən azaddır, bütün vergilərdən yox. İkincisi xaraq vergisi idi, bu torpaq vergisi idi. Və deməli, bu da asılı idi, yəni bunun miqdarı dəyişirdi. Gezit belə deyək, sabit idi. Yəni hər adamdan bir müəyyən qaydada, məsələn 5 manat, hər adam 5 manat can vergisi verməlidir, ya 10 manat can vergisi verməlidir. Amma xaraq dəyişirdi. Nəyə əsasən? Torpağın çoxdursa çox verəcəksən, azdırsa az verəcəksən. Torpağın yaxşı məhsuldar, münbit yerdirsə çox verəcəksən. Zəifdirsə az verəcəksən. Şəhərdən uzaqdır, az verəcəksən, şəhərə yaxındır, çox verəcəksən. Bu xüsusiyyətlərə görə dəyişirdi və buradan demək xaraq vergisi alınırdı məhsulla, yəni natural şəkildə. Deməli məhsulla, yəni məsələn 100 kilo arpa yetişdirmisənsə, onun 30 kilosunu vergi kimi ödəyirsənsə sən, bu olur məhsulla ödənilən vergi yaxud da natural vergi. Bir də var idi natural təsərrüfat və yaxud malikanə təsərrüfatı. Bu nə idi? Bu isə deməli bazarla heç bir əlaqəsi olmayan, yəni bazar satışı üçün yox, sırf demək öz ehtiyacını ödəməkdən ötəri olan istehsal idi. Məsələn, hər kənd özünə lazım olan qədərdə arpa yetişdirirsə və yaxud da nə bilim özünə lazım olan qədərində inək saxlayırsa və bunu satmaq məqsədi ilə istehsal eləmirsə, bu olur natural təsərrüfat. Beləliklə, demək, əhali arasında bu dövrdə yenə Zərdüştlük dini ən çox yayılan və sitayiş olunan din idi. Hətta bunu Sasanilər mənimsəmişdilər, özlərinin ideologiyası halına gətirmişdilər. Bunun da bir neçə səbəbi var idi. Nə idi? Bir, itaətdə olan xalqları tabeçilikdə saxlamaq məsələsi. İkincisi də demək, xalqları özünə tabe etmək və yaxud öz gücünü artırmaq üçün, hakimiyyətlərini möhkəmləndirmək üçün Zərdüştlük dinindən istifadə edirdilər. Bir də Bizansın deməli 4-cü əsrdən etibarən artıq Bizansla üz-üzə gəlməyə başladılar və bu zaman Bizans istifadə edirdisə xristianlıq dinindən, rəsmi dini xristianlıq dini idisə, Zərdüştlük dini də Sasanilər tərəfindən bu ideologiyaya qarşı qoyulan bir ideologiya idi və həm necə meydanda siyasi müharibə aparırdılar, eyni zamanda ideoloji də müharibəni Zərdüştlük dini vasitəsilə yaxud da artıq bir qədər dəyişilmişdi, öz ehkamlarından uzaqlaşıb atəşpərəstlik dininə çevrilmişdi və bu atəşpərəstlik dinindən istifadə edirdilər. Hətta Sasani şahları tac qoyma mərasimlərini demək bu Zərdüştlük dininin baş məbədinin yerləşdiyi Qazakada bu məbədin də adı adlanırdı Adurquşnasp və yəni burada Cənubi Azərbaycan ərazisində yaxud da Azərbaycan ərazisində keçirirdilər. Zərdüştlüklə yanaşı 2 dənə təlim var idi. Nə idi? Biri manilik təlimi yaxud da maniçilik təlimi, ikincisi isə məzdəkilik. Demək, birinci manilər nə deyirdilər? Manilər deyirdilər ki, bütün torpaqlar, bütün dünyanın naz-nemətləri hamısı əhali arasında düzgün bölüşdürülməlidir. Yəni mövcud quruluşa qarşı gəlirdilər, sosial bərabərlik istəyirdilər. Amma sadəcə istəyirdilər, istəməkdən o tərəfə keçmirdilər. Həmçinin bunların görüşlərinə görə demək, xeyir və şər dünya durduqca bir-biri ilə mübarizə aparacaqdı. Yəni heç biri bir-birini üstələyə bilmirdi. Amma məzdəki və maniçilik 3-cü əsrdə demək yayılmışdı. Həm Sasanilərdə, həm də Atropatenada. Bu məzdəkilər üçün də keçərlidir. Yəni həm Atropatena, həm də Sasanilərdə yayılması. Eyni zamanda bu da təlimin banisi olan Maninin adı ilə bağlıdır. Mani də istəyirdi ki, bütün dinləri birləşdirsin və bütün dinlərin ünsürlərini özündə daşıyan vahid bir din meydana gətirsin.
Məzdəkilər də bunların demək təlimlərindən bəhrələnmişdilər, amma bunlar bir qədər də irəli gedirdilər və demək bu sosial bərabərliyin öz-özünə yaranacağına yox, mübarizə yolu ilə yaranacağına inanırdılar və mübarizə aparmağa səsləyirdilər. Həmçinin bunlar deyirdilər ki, dünya durduqca xeyirlə şər mübarizə aparmayacaq. Əlbət bir gün xeyir şər üzərində qələbə çalacaq. Və bunların da deməli hərəkatı əhatə eləyirdi 481-529-cu illəri. Bu təlim o demək deyil ha, məzdəkilər təlimi 481-529 əhatə edir. Hərəkat bu illəri, yəni mübarizə bu illəri əhatə eləyir. Və beləliklə bunlar mübarizəyə qalxırlar və ədalətli cəmiyyət qurmaq istəyirlər. Bu zaman onları müdafiə eləyən 1-ci Qubad olur. Sasani şahı 1-ci Qubad. Nəyə görə 1-ci Qubad bunları müdafiə elədi? Çünki o əyanların belə deyək, mərkəzə tabe olmaq istəməyən, hakimiyyətdən boyun qaçıran əyanları tabe etməkdən ötəri bu hərəkatı müdafiə eləmişdi. Hətta aclıq dövründə deməli taxıl anbarlarında açıb əhaliyə paylamışdı. Amma bu tədbir baş tutmur. Elə əyanlar 1-ci Qubadın özünü taxtdan salırlar və o da məcbur qalır Axundların köməyi ilə ikinci dəfə hakimiyyətə gəlir və bu dəfə hakimiyyətə gələndə artıq Məzdəkilər hərəkatına divan tutur və Məzdəkin özünü də edam etdirir. Beləliklə Məzdəkilər hərəkatı 529-cu ildə sona çatmış olur. Sasani hökmdarı 1-ci Xosrov isə deməli bir neçə islahat keçirmişdi. Bunlardan biri vergi islahatı idi. Vergi islahatına əsasən bayaq dedik ki, qocalar, kahinlər, məmurlar, uşaqlar, qadınlar can vergisindən azad edilmişdilər. Və həmçinin də vergilərin toplanmasında bu məmurların özbaşınalığına da son qoyulmuş, nizam-intizam yaradılmışdı. Və ikinci vergi, daha doğrusu ikinci islahat, inzibati islahatı da var idi. Bu inzibati islahata əsasən Sasanilərin ərazisini 4 qustaqlığa ayırmışdı və bunların içərisində Azərbaycan torpaqları da şimal qustaqlığına daxil idi. Yəni həm Atropatena, həm də Albaniya ərazisi şimal qustaqlığının tərkibində idi. Və bir də demək bu torpaqları da nə etmişdi? Torpaq islahatı ilə bütün torpaqları, daha bütün yox, boş qalmış, istifadə olunmayan torpaqları hamısının belə deyək, sahibi kimi özünü dövlətin torpağı eləmişdi və demiş ki, bu torpaqların hamısının sahibi mənəm. Daha sonra da bu torpaqları bir-bir başlamışdı hərbiçilərə, əyanlara və yaxud da belə deyək, kahinlərə paylamağa. Deməli, bu zaman, yəni Sasanilərin tərkibində olarkən Atropatena və Albaniyanın əraziləri bir-birindən fərqli xüsusiyyət göstərirdi. Necə ki, Atropatenada məsələn bu dövrdə dediyimiz hər şeyi demək olar ki, Sasanilərdə olduğu kimi qəbul eləyə bilərik. Çünki bir dövlət yox idi burada. Yəni Atropatena dövlət deyildi, sadəcə ərazi kimi mövcud idi. Amma Albaniya isə öz daxili müstəqilliyini qoruyub saxlamağı bacarmışdı. Buna görə də buranın özünün də hökmranları var idi və bu Arşaki hökmdarları haqqında Alban tarixçisi Musey Kalankatlı və yaxud da Musa Kalankatlı öz Alban yaxud Ağvan tarixi demək mənbəsində, kitabında bu barədə məlumat verirdi və ümumilikdə 10 hökmdarın adını çəkirdisə, biz dərslikdə bunlardan sadəcə 6-sının adını öyrənirik. Bunlar kim idi? Bunun dediyinə görə demək 1-ci Qoçaq Vaçaqan Albaniyada mərkəzləşmiş dövlət yaratmışdı və bütün vilayətləri həmin o mərkəzi hakimiyyətin ətrafında birləşdirməyi bacarmışdı. Yəni bunu konkret olaraq bilmirik neçənci ildədir, amma demək deyə bilərik ki 3-5-ci əsrlərdə Albaniya mərkəzləşmiş bir dövlət olub və Arşaki sülalələrinin hakimiyyəti altında idarə olunub. Və eyni zamanda qədim Albaniyada mərkəzləşmiş dövlət idi. Bu barədə isə məlumat verirdi bizə Strabon. Deməli, Albaniyanın bu demək Arşaki sülaləsinin hakimiyyəti altında olduğu dövrdə vilayətləri adətən Qəbələ, Şəki, Kambisenav, Arsaq, Uti, Paytakaran, Sünik, Çola vilayətləri bütünlüklə demək bunlara tabe idilər. Yəni bu gördüyünüz ərazilərdən ibarət idi və bu vilayətlər isə 2 yerə bölünürdü. O da Kürün axım istiqamətinə görə üzü aşağı formada axdığına görə Xəzərə doğru axım istiqamətində sağ və sol sahili vilayətlərinə bölünmüşdü. Sağ sahili axımla üzü aşağı baxanda sağ tərəfimizdə qalanlar, sol sahil isə sol tərəfdə qalanlar idi. Bunlar nə idi? Sağ sahilində yerləşirdi Paytakaran vilayəti, Uti vilayəti, Arsaq vilayəti
və eyni zamanda Sünik vilayəti. Demək, bu Albaniyanın sağ sahili vilayətləri idi. Eyni zamanda burada Lipina vilayəti, Çola vilayəti, Qəbələ, Kambisena, Şəki, bunlar hamısı da demək sağ sahil sol sahil vilayətləri sayılırdı. Və demək, hakimiyyəti isə burada dedi ki, adını çəkirik 1-ci Qoçaq Vaçaqandan etibarən deməli mərkəzi şəkildə idarə etməyə başladı Arşakilər və 1-ci Vaçenin dövründə isə Sasanilərlə mübarizə var və Sasanilərə mərkəzi hakimiyyət yaxud ümumiyyətlə xarici daxili müstəqilliyi tabe eləmək istəmir, təhvil vermək istəmir. Amma 262-ci ildə 1-ci Şapur dedik ki, bayaq Albaniyanı asılı vəziyyətə sala bilir. Amma sadəcə bu xarici müstəqillik baxımından asılı idi. Daxili müstəqilliyi hələ bilmirik. Deyə bilmərik ki, daxili müstəqilliyi başa çatdı. Və demək, Urnayırın hakimiyyəti dövründə isə Albaniya artıq belə müstəqil bir dövlət kimi müstəqil xarici siyasət yeridirdi. Amma bu xarici siyasətində Sasanilərlə müttəfiqliyi üstün tuturdu və Sasanilərlə birlikdə Urnayır özü demək, 2-ci Şapurla müttəfiq idi və demək, Roma imperiyasına qarşı olan müharibələrdə birlikdə iştirak eləmişdi. Bunun da məqsədi o idi ki, Sasanilərlə müttəfiqdə məqsədi o idi ki, Albaniyanın bütövlüyünü qoruyub saxlaya bilsin. Və hansı döyüşlər idi bunlar? 359-cu il Amit döyüşü və 371-ci il Dizirav döyüşləri idi. 359-cu il Amit döyüşündə müttəfiqlər qələbə qazanmağı bacarsalar da, 371-ci ildə Roma qalib gəldi və Albaniya Uti, Şakaşen, Kolt və Girdiman vilayətlərini itirmiş oldu. Bu vilayətləri isə yalnız 387-ci ildə demək, Sasani Roma müqaviləsi ilə yenidən Albaniyaya qaytarıldı və belə deyək də tərəflər mübahisəli əraziləri öz aralarında bölüşdürdülər və Cənubi Qafqazdan Sasanilərin payına Albaniya düşdü. Yəni Albaniya Sasanilərin təsir dairəsində qaldı. Amma bunu Urnayır görə bilmədi, çünki artıq 371-ci ildə o vəfat eləmişdi. Bəs Urnayırın gördükləri, etdikləri nələr idi? 2-ci Şapurla müttəfiq olmaq onun işi idi. 359-da, 371-də döyüşlərdə iştirak etmək, 359-da qalib gəlmək, Diziravda məğlub olmaq onun işi idi. Həmçinin demək, xristianlıq dinini Albaniyanın rəsmi dini elan etmək də məhz Urnayırın işi idi. Alban hökmdarı Assuagen isə xristianlığın müqəddəs kitablarını Yunan və demək, Suriya dillərindən Alban dilinə tərcümə elətdirdi. Həmçinin köhnə Alban əlifbasının əsasında yeni Alban əlifbasını formalaşdırdı və uşaqları da təhsilə cəlb etdi. 444-463-cü illərdə isə Albaniyada hakimiyyətdə oldu 2-ci Vaçe. 2-ci Vaçenin dövrü, daha doğrusu dövrünün 2-ci Vaçenin hakimiyyətinin bir hissəsi, yəni 2-ci Yezdegerdin vəfatından sonra olan hissəsi Sasanilərə qarşı azadlıq mübarizəsi kimi xarakterizə olunur. İndi necə idi bu? Nəyə görə belə deyirik? Çünki bu 2-ci Vaçe özü türklü ailəsinə mənsub idi. Amma eyni zamanda Sasanilərlə də qohumluğu var idi. Xüsusən də 2-ci Yezdegerdlə bunun qohumluğu var idi. Və demək, 2-ci Yezdegerdin vəfatı ilə, yəni 457-ci ildən etibarən o artıq Sasanilərə qarşı çıxmağa başladı və Qafqazın 11 hakimini, eyni zamanda Massagetləri də özünə tabe etdi və Çola dərəsini tutdu. Yəni Dərbənd keçidini tutdu. Dərbənd keçidini deməli özünə birləşdirəndən, bu 11 tayfanı birləşdirəndən sonra dedi ki, birdən demək, Sasanilərlə aram pisləşər, həm də Qəbələ şəhəri şimala yaxındır, tez-tez basqına məruz qalır. Onsuz da mən paytaxtı köçürməliyəm. Paytaxtı köçürdü Bərdəyə, yeni şəhər saldırdı. Daha doğrusu hələ onda Bərdə şəhəri deyildi. Yeni bir şəhər saldırdı. Paytaxtı bura köçürdü və deməli onun adını, yəni paytaxtın adını da yeni taxta çıxan Sasani şahı Firuzun münasibəti ilə, yəni da Firuzun şərəfinə Firuz Abad qoydurdu. Lakin onun xristianlıq dinindən imtina etməsi, əstəğfurullah, zərdüştlük dinindən imtina etməsi, atəşpərəstlikdən imtina etməsi, xristianlığı qəbul etməsi
Firuzun belə deyək, səbrini daşırdı. Amma bir tərəfdən də qohumu idi deyə ona qarşı bir açıq-açıq iş görə bilmədiyinə görə o zaman Haylandur Hunlarını Albaniyaya qarşı mübarizəyə qaldırdı. Haylandur Hunlarının bir tərəfdən də Albaniyada xristianlığın yayılmasında maraqlı deyildilər, istəmirdilər xristianlıq yayılsın. Ona görə də bu təklifə deməli hə cavabı vermişlər. Haylandur Hunlar 462-ci ildə 462-ci ildə Albaniya ərazisinə yürüş elədilər və 463-cü ildə İkinci Vaçenin hakimiyyətdən əl çəkməsi ilə onların yürüşü demək nəticə vermiş oldu. Və beləliklə də 457-463-cü illərdə olan demək Sasanilərə qarşı azadlıq mübarizəsi, azadlıq hərəkatı sona çatmış oldu. Amma 2-ci Vaçe xahiş elədi ki, Firuz da mənim ata-baba mülklərim idarəsini qoy mənim özümdə qalsın və o da bunun demək xahişini qəbul etdirdi. Alban taxtına isə hakimiyyətə heç kəsin gəlməsinə icazə vermədi və bu dövrdə artıq mərzbanlar tərəfindən idarə olunmağa başladı. Yəni daxili müstəqilliyini də itirmiş olurdu. İlk dəfə burada nə vaxt 463-cü ildən 3-cü Mömin Vaçaqanın hakimiyyətə gəlməsinə qədər, yəni 487-ci ilə qədər. 3-cü Mömin deməli Vaçaqan isə hakimiyyətə gələndə yenə Albaniyanın demək xristianlıq dininin yayılması üçün tədbirlər gördü və ümumən onun gördüyü tədbirlər nəticəsində siyasi və mədəni cəhətdən Albaniyada yüksəliş baş verdi və xristianlığı Albaniyada yaymağa çalışırdı ki, Albaniyada artıq müxtəlif dinlər o qədər çox idi ki, vahid bir dinlə, yəni xristianlıq dini ilə din birliyinə nail olmağa çalışırdı və demək din birliyinə nail olmaq üçün də o xristianlığı yüksəltmək üçün Ağquyen Kilsə Məclisini çağırmışdı 488-ci ildə. Burada təkcə xristianlıq məsələləri deyil, həm də feodal münasibətlərlə bağlı demək qanunlar qəbul edilmişdi. Ümumiyyətlə bu Ağquyen Kilsə Məclisinin sənədləri bizim dövrümüzə qədər gəlib çatan Alban tarixinə aid yeganə tarixi hüquqi sənəd sayılırdı. Yeganə mənbə deyil, sadəcə tarixi və hüquqi sənəddir. Yəni yeganə sənəd budur ki, bizim dövrümüzə gəlib çatır. Burada nə etdilər? Xristianlıq demək, xristianlığı dinini feodal əsaslara görə nizamladılar. Yəni bir növ həm dini dövlətlə birləşdirməyə çalışırdılar. Mövcud quruluşuna birləşdirməyə çalışırdılar və bunun da nəticəsində feodal münasibətlər inkişaf etdi. Amma xristianlıq Albaniyada dərin kök sala bilmədi. Yalnız bəzi dağlıq ərazilərdə, məsələn Qarabağ ərazisində rahat şəkildə ya da geniş şəkildə yayıla bilmişdi. Amma 3-cü Mömin Vaçaqanın bütün gördüyü bu tədbirlər yenə Sasaniləri razı salmadı deyə o 510-cu il hakimiyyətdən gedəndə yenə də demək Albanlardan heç kimin hakimiyyətə gəlməsinə, Arşaklərdən heç kimin hakimiyyətə gəlməsinə icazə vermədilər və uzun müddətdə bir mərzbanlıq dövrü başladı. 510-cu ildən Mehranilər sülaləsinin dövrünə, yəni 629-cu ilə qədər Albaniyada olduğu yenidən mərzbanlıq dövrü. Bu dövrdə də Albaniya həm Sasani, həm də Bizans arasında müharibə meydanına çevrildi. Ərazilər tapdaq altına qaldı. 624-628-ci illərdə Sasanilərlə Bizans yenə də torpaqları bölüşdürə bilmədilər. Bir-birinə müharibəyə başladılar və demək 629-cu ildə isə onlar Bizans və Sasani müharibələrini bitirən müqaviləyə imza atdılar. Bu müqavilənin də yenə Albaniya Sasanilərin təsir dairəsində qalırdı. Lakin 629-630-cu illərdə şimaldan Xəzər hücumları nəticəsində Albaniya Xəzərlər tərəfindən işğal olundu. Daha sonra isə onlar daxili problemlər səbəbindən buradan, yəni Xəzərlər buradan geri çəkilməli oldular. Xəzərlər geri çəkiləndən sonra Sasanilərlə Bizans müharibə eləyib yorulandan sonra bu dövrdə deməli Girdiman hakimi olan Varaz Grigor, Mehranilər sülaləsindən olan Varaz Grigor Albaniyada 630-cu ildən etibarən öz rəsmi hakimiyyətini yaydı və beləliklə Mehranilərin hakimiyyəti başlamış oldu. Mehranilər kim idi? Bu Mehr və yaxud da Mehran adlı bir nəfərin Sabir, yəni türk mənşəli Sabir tayfasına məxsus bir nəfərin siyasi təqibdən qurtulmaqdan ötəri İran ərazisinə keçib gəlib indiki demək Şəmkir Qazax bölgəsində və yaxud da köhnə adı ilə Girdiman ərazisində, Girdiman vilayətində məskunlaşması, burada Mehravan şəhərinin saldırması ilə yaranmış bir
sülalə idi. Deməli, Sasanilər dövründə Azərbaycan ərazisində indi hansı tədbirlər, nələr, nə dəyişikliklər oldu? Azərbaycan ilk dəfə Sasanilərin dövründə vahid bir dövlətdə birləşdirilmiş oldu. Feodal münasibətlər yarandı. Eyni zamanda Sasanilər köçürmə siyasəti yerinə yetirdilər. Bu köçürmə siyasətinin nəticəsində Xəzəryanı bölgələrə, xüsusilə də fars dilli tayfalar köçürülürdü. Bunun səbəbi o idi. Həm burada siyasi hakimiyyətini gücləndirir, həm etnik dayaq yaradır, həm də şimaldan türk tayfalarının yürüşlərinin qarşısını almaq istəyirdi. Kim idi bu türk tayfaları? 3-7-ci əsrlərdə Albaniya ərazisinə Sabir, Bulqar, Xəzər kimi müxtəlif türk tayfaları axına başlamışlar. Bu ikinci böyük axın idi Azərbaycan ərazisinə. Birinci axın isə Kimmer, Qısaq tayfaları Ermənilər 7-ci əsrdə etmişdilər. Bu yürüşlərin qarşısını almaqdan ötəri bir də Dərbənd ərazisində, Dərbənd keçidində Dərbənd səddini və Dərbənd qalasını inşa etdirmişlər 6-cı əsrin ortaları. Deməli, bu vaxta qədər, yəni 6-nın ortalarına qədər biz heç vaxt, heç bir testdə, heç bir yerdə, heç bir məlumatda Dərbənd səddi sözünü düzgün cavab kimi götürə bilmərik. Cavab düz olsa da orada Dərbəndə sədd deyirsə, qala deyirsə, bu yanlışdır. Bu yalnız 6-cı əsrin ortalarından etibarən düzgün hal alacaqdır. Və eyni zamanda bu türk tayfalarının Azərbaycana gəlişi ilə də Azərbaycan ərazisində türk dili vahid ünsiyyət vasitəsinə çevrildi. Yəni sadə dillə desək, dil birliyi yarandı. Bu mövzu ilə əlaqədar bu qədər. Gələn görüşlərə dək hər kəsə uğurlar arzu edirəm.